Salam, hər vaxtınız xeyir olsun. Bu videoda 20 aprel 2025 tarixində 9-cu siniflər üçün keçirilmiş olan buraxılış imtahanda düşən riyaziyyat suallarının izahını paylaşacağım. Deməli, ilk sualda ifadəsinin qiymətini hesablayın deyir. Kök hətta 0,25-dən, bax burada 0,25-dir də. Bundan çıxır 0,5. Gəlin çıxan qiymətlərini yazaq. Vurulsun. 16-dan kök çıxır 4. 0,36-dan kök çıxır 0,6. Bir-birinə vursaq, 0,5-i 4-ə vuranda 2 eləyir. 2-ni 0,6-ya vuranda 1,2. Doğru cavab D variantı. Növbəti sual. İstənilən boş olmayan ABC çoxluqları üçün münasibətlərdən hansı doğru deyildir? Boş olmayan hansı doğru deyil? B çoxluğu B ilə C-nin kəsişməsinin alt çoxluğudur. Bax, bir B çoxluğu götürək, bir də C çoxluğu götürək. Bunun kəsişməsi budur da elə. Bütöv B çoxluğu, bu kəsişmənin alt çoxluğu ola bilməz də. Çünki bəlkə B-nin bu C-dən fərqli elementləri də var. Yəni, bu alt çoxluğu ola bilməz. Doğru cavab elə A bəndidir ki, bu doğru deyil bu münasibət. Digərlərini yoxlasaq, birləşmənin alt çoxluğu ola bilər A çoxluğu. Niyə? Çünki A-nın bütün elementləri onsuz da A-nın B-nin birləşməsində olacaq. Ona görə bu doğrudur. A-nın A-nın kəsişməsi elə A çoxluğunun özüdür. Bəli, A-nın A-nın kəsişəndə elə A çoxluğu alınır. Bu da doğrudur ona görə. Burada B ilə C-nin kəsişməsinin A-nın kəsişməsi A-nın B-nin kəsişib C-nin kəsişməyə bərabərdir. Bu da doğrudur. A-nın B-nin kəsişməsinin A-nın birləşməsi elə A çoxluğunu verir. Bəli, bu da doğrudur. Deməli, doğru olmayan variant A variantıdır. Növbəti suala gəlin baxaq. Növbəti sualda ifadəsinin qiymətini hesablayın. Deməli, surəti vuruqlara ayırsaq, A kvadrat çıxı B kvadratına uyğun olaraq 10 çıx 8, 10 üstə gəl 8 kimi yazsaq, məxrəc 18 olaraq qalsın. 10 üstünə 8 gələndə 18 eləyir. Ondan 8 çıxanda 2 eləyir. 2 vur 18 böl 18. 18-lər ixtisar gedir və cavab qalır 2. Doğru cavab D variantı. 60-da velosipedçi 24 km sürətlə gedərək müəyyən məsafəni 1,5 saata qət etdi. Gəlin gedilən yolu tapaq ki, nə qədərdir? Sürət 24, zaman 1,5. 24-ü vururuq 1,5-ə. Görək nə qədər yoldur? Gəlin vuraq. Deməli, 24-ü 15-ə vuranda 20, 12, 4, bu da 2. Deməli, 360. 1,5-ə vurduğuma görə sıfırı silirəm, olur 36. Deməli, məsafəmiz 36 kilometrdir. Deyir, həmin yolu 18 km saat sürətlə neçə saata geri qayıdar. Deməli, burada zamanı tapırıq. Zamanı tapmağın yolu da gedilən yolu sürətə bölməkdir. Gedilən yol 36-dır, sürət 18-dir. 36-nı 18-ə böləndə eləyir 2 saat. Doğru cavab B variantı. Növbəti 61-də daxili bucaqlarının cəmi 1800 olan qabarıq çoxbucaqlının tərəflərinin sayını tapın. Qabarıq çoxbucaqlının daxili bucaqlarının cəmi 180 dərəcə vurulsun n-2 düsturu ilə hesablanır. Burada 1800-ə bərabərdirsə, buradan n-2 bərabərdir. 1800-ü 180 böləndə 10, n də bərabərdir. 10 üstünə 2 gəlirik, 12. Doğru cavab B variantı. Növbəti 62, irrasional ədədlərdən hansı 3/1-dən kiçikdir? Hansı 3/1-dən kiçikdir? Gəlin baxaq. Deməli, sürətləri bərabər olan kəsirlərdən məxrəci böyük olan kiçik olur. Gəlin baxaq görək, bax görürsünüz hamısının sürəti 1-dir. Məxrəci hansı 3-dən böyükdürsə, həmin kəsir 3/1-dən kiçik olacaq. Bax, bu kökətdə 3, 3-dən kiçikdir. Çünki bunu kök altına salsaq, kökətdə 9/1 deməkdir də. 9-dan böyük hansı rəqəm var? Bax, bu 3 azdır, bu 2 azdır, 6 9-dan azdır, 5 9-dan azdır, 15 9-dan böyük olduğuna görə deməli kökətdə 15, kökətdə 9-dan böyükdür. Bu da deməkdir ki, bu kəsirin qiyməti 3/1 kəsirindən kiçik olacaq. Doğru cavab E variantı. Növbəti 63, radiusu 7,5 cm olan dairənin diametrini soruşur. Radiusu 7,5-dirsə, diametr 2 r-ə bərabərdir. Yəni 2 vur 7,5, bu da eləyəcək 15. Doğru cavab E variantı.
Növbəti sual 1, 7, 9, 5, 3, 6 rəqəmlərindən hər rəqəmdən bir dəfə istifadə etməklə düzələn ən böyük və ən kiçik 6 rəqəmli ədədlərin fərqi. Gəlin bu rəqəmlərdən düzələn ən böyük ədədi tapaq. Hərəsindən bir dəfə istifadə edirəm. Ən böyük 9 ilə başlayacaq təbii ki. Sonra 7, sonra 5, yox, sonra 6, sonra 5, sonra 3, bu 1. Bu ən böyük rəqəmimiz. İndi ən kiçiyi düzəldək. Ən kiçiyi düzəltmək üçün 1-dən başlayıram, sonra 3, sonra 5, 6, 7, 9. Fərqini istəyir, çıxıram. 11-dən 9 çıxanda 2, 12-dən 7 çıxanda 5, 4-dən 6 çıxanda 8, sonra 5-dən 5 çıxanda 0, 7-dən 3 çıxanda 4, 9-dan 1 çıxanda 8. Deməli 840.852 doğru cavab E variantı. Baxaq növbəti suala. Növbəti sualda deməli deyir ifadəsini sadələşdirin. Birinci əsasların bir-birinə vururuq. 0,36-nı bu %36 deməkdə vururam. 2,9-da 2-ni də gəlin çevirək düzgün olmayan kəsrə. 9-da 9-u 2-yə vuranda 18, üstünə 2 gələndə 20. Aha, 9 ilə 36 ixtisar gedir, burada 4 qalır. 100 ilə 4-ü ixtisar edir, burada 25 qalır. 20 ilə 25-i ixtisar edirəm, burada 4 qalır, burada 5 və olur 5-də 4. Deməli, əsası 5-də 4-dür. Elə aydın cavab görsənir ki, B variantı olacaq. 5-də 4 ilə başlayan. Yenə dəyişənləri də vuraq. A üstü -5-i A üstü 4-ə vuranda eləyir. A üstü -1. Qüvvətlər toplanır. -5-in üstünə 4 gələndə 1 eləyir. B üstü 6, B üstü -4. 6-nın üstünə -4 gələndə eləyir 2. Altdan 4 çıxırıq. S-nin kubudur. Bu da S üstü -5-dir. 3-ün üstünə -5 gələndə eləyir -2. Bu da B variantının dəyişənlərinə uyğun gəlir. Baxaq növbəti suala. Növbəti kubun tilini bir vahid artırsaq, onun həcmi 19 vahid artar, kubun tilini tapın. Deməli, kubun tili bilmirəm. Nədir? A götürək. Kubun həcm düsturu A kubudur. Tilini bir vahid artırdıq, oldu A üstə gəl 1. Həcmi 19 vahid artdı. Həcm A kubu idi, oldu A kubu üstə gəl 19 oldu da. Deməli, bunun kubu bərabər olur bu şəklə. Bir dəqiqə, kubun tilini bir vahid artırsaq, həcmi 19 vahid artar. Əvvəl A kubu idi həcmi, indi A kubu plus 19 oldu. İndi kubun tilini istəyir. Gəlin hesablayaq, bunu açaq. A kubu üstə gəl, kublar düsturuna görə açıram. 3A kvadratı 1-ə vuranda 1 eləyir. Deməli, üstə gəl 3. A üstə gəl 1 bərabərdir. A kubu üstə gəl 19-a. A kubu ilə A kubu gedir. Nə qaldı burada? 3A kvadratı üstə gəl 3A. 19-u da işarəsini dəyişib keçirdirəm sol tərəfə. 1-dən 19 çıxanda qalır 18 bərabərdir 0. Hər tərəfi bölürəm 3-ə. Hər tərəfi bölürəm 3-ə. Qalır A kvadratı üstə gəl A çıx 6 bərabərdir 0-a. Köklərini tapsaq, deməli 1 üstə gəl 24, 4 vur 6 24, 25 elədi diskriminant. A1 də bərabər oldu -1 plus 5 böl 2. Elədi 2. Deməli olur 2. A-nın qiyməti olur ki, ikinci kökün tapmağa ehtiyac yoxdur, mənfi alınacaq. Til mənfi ola bilməz də. Ona görə də olur doğru cavabımız 2. Baxın. Aha, 2 E variantı. Baxaq növbəti suala. Tənini həll edin. Buradan gəlin x-in mötərizə xaricini çıxardaq. Qalacaq 4x çıx 3 bərabərdir 0-a. Buradan da x bərabərdir 0-a. 4x çıx 3-ü də 0-a bərabər edirəm. X də bərabər olur 4-də 3-ə. Yəni 2 kökü var da bunun. Hasil nə vaxt 0 olar? Vuruqlardan hər hansısa biri 0 olarsa, ona görə bir dəfə bunu 0-a bərabər edirəm, bir dəfə bunu 0-a bərabər edirəm və həll edirəm. Deməli, bir kökü 0-dır, bir kökü 4-də 3-dür. Doğru cavab B variantı. Baxaq növbəti suala. A-nın hansı qiymətində 3A plus 9 ifadəsinin qiyməti 4A çıxı 18 ifadəsinin qiymətindən 3 dəfə böyük olar. Deməli, 3A plus 9 4A çıx 18-dən 3 dəfə böyük olar. Deməli, bunu 3-ə vursam, bunlar bir-birinə bərabərləşər.
Gəlin hər tərəfi bu 3-ə bölək. Onda burada qalacaq 3A-nı 3-ə böləndə A, 9-u 3-ə böləndə 3. Bu da olacaq 4 açıq 18. A-ları bir tərəfə keçirdirəm. A-nı keçirdirəm sağa. 4A-dan A çıxanda 3A. 18-i keçirdirəm sola. 3-ün üstünə 18 gəlirəm 21. A da bərabər olur 7-yə. Doğru cavab 7C variantı. Baxaq növbəti səhifəyə. Bu ilk səhifəmizdir. Növbəti səhifəyə baxaq. Deyir ki, ifadəsini sadələşdirin. Məxrəc x plus a, x minus a, ortaq məxrəc ilə bunların hasilidir. X plus a, x minus a. Ortaq məxrəci böləndə birinci kəsirin məxrəcinə x minus a qalır. Sürətdəki a-ya vuranda eləyir. A vurulsun x minus a. Sonra çıxılsın. Ortaq məxrəci ikinci kəsirin məxrəcinə böləndə x plus a qalır. Onu da sürətdəki a-ya vuranda eləyir. A vurulsun x üstəgəl a-ya. Məxrəc aydın məsələdir ki, müxtəsər vurma düsturunda x plus a, x minus a bu eləyir. X kvadratı çıxılsın a-nın kvadratının açılışıdır. Sürətə baxsaq, vurub atsaq, a(x çıx a kvadratı. Bax, sürət belədir də. a(x çıx a kvadratı, sürəti vurub açıram. Çıx a(x, qarşıdakı mənfiyə görə olur, çıx a kvadratı. Burada a(x-lar gedir. Mənfi a kvadrat çıx a kvadratı eləyir. Mənfi 2a-nın kvadratı. Doğru cavabımız, baxaq görən hansı varianta uyğun gəlir. Mənfini veriblər məxrəcə. Olur onda 2a kvadratı bölünsün, a kvadrat çıx x kvadratı. Mənfini verirəm məxrəcə. Çünki qarşıda mənfi yoxdur heç bu variantda, amma məxrəcin yerini dəyişib, mənfini yoxa çıxardıblar. Ona görə də doğru cavab A variantı. Növbəti 70-dən çevrəsinin OY oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını tapın. OY oxu ilə kəsişən nöqtədə x 0 olur. Yəni burada x-a 0 veririk və y-in qiymətlərini tapırıq. Olur 0 çıx 4-ün kvadratı üstəgəl y-in kvadratı bərabərdir 52-yə. 4-ün kvadratı 16 üstəgəl y-in kvadratı bərabərdir 52-yə. Y-in kvadratı bərabərdir 52-dən 16 çıxanda 36, y də bərabərdir plus minus 6. Yəni, bu olur 0, 6, 0, mənfi 6. Doğru cavab C variantı. Növbəti sual 71-dən. Dairəvi diaqramda universitet tələbələrinin fakültələr üzrə sayının faiz ifadəsi göstərilmişdir. Televiziyada iştirak etmək üçün universitetin bir tələbəsi təsadüfən seçilir. Hansı hadisənin baş vermə ehtimalı ən böyükdür? Təbiət elmləri fakültəsi tələbəsi seçilmişdir. İqtisadiyyat fakültəsinin tələbəsi seçilmişdir. Deməli, baxaq. İqtisadiyyat fakültəsi %14-dür də faizlə verib də hansı hadisənin baş vermə ehtimalı ən böyükdür. Fakültələr üzrə sayının faizlə ifadəsi göstərilmişdir. Televiziyada iştirak etmək üçün universitetin bir tələbəsi təsadüfən seçilir. Deməli, İqtisadiyyat fakültəsi %14-dür. 14 nəfər belə deyək. %14-dür. Riyaziyyat fakültəsi %21-dir. Təbiət elmləri %39-dur. Sosial elmlər fakültəsi %26-dır. Elə. Deyir, hansı hadisənin baş vermək ən böyük ehtimal, ən çox hansındadırsa 39% təbiət elmləri fakültəsində oxuyan şagird olduğuna görə bunun seçilmə ehtimalı daha çox olacaq da. Ona görə təbiət elmləri fakültəsi, sosial elmlər, iqtisadiyyat fakültəsinin tələbəsi təbiət elmləri fakültəsi elə A variantıdır, doğru cavab. Baxaq növbəti suala. YF AC-yə paraleldir. YF bərabərdir FC, o da bərabərdir 3-dür. Düzgün baxıramsa, bir dənə bu sualı baxım dəqiq. Deməli, bərabər verilibdir. YF FC-yə bərabərdir. YF FC-yə bərabərdir. O da bərabərdir 3-ə. Bura 3-dür, burada 3-dür. Sonra AC 9-dur. AC 9-dur. BF-i bizdən istəyir. BF-i bizdən soruşur. Bax, buranı soruşur.
Bax, əgər Y AC-yə paraleldirsə, buradakı bax bu kiçik üçbucaqla bu böyük üçbucaq oxşar olur həmişə. Yəni bunun uyğun tərəflərin nisbətləri eyni olur. Yəni x-in 3-ə nisbəti bərabərdir x üstəgəl 3-ün 9-a nisbətinə. Bu tənasübdən x-i tapırıq. 9x bərabərdir 3x plus 9-a. Sonra 9x-dan 3x çıxanda qalır 6x bərabərdir 9-a, x də bərabərdir 9-u bölürəm 6-ya, 2-də 3, 1,5. Tapdıq, doğru cavab 1,5. Baxaq növbəti suala. Bərabərsizliyinin ən kiçik tam həllini tapın. Bərabərsizliyinin ən kiçik tam həllini. Ortaq məxrəc 4-dür. 4-ü 2-yə bölürük 2, 2-ni 3-ə vururuq 6x çıx 3, kiçikdir 4x çıx 5-dən. Hər tərəfi 4-ə vursaq 6x çıx 3, kiçikdir 4-ə vururam 16x çıx 20-dən. X-ları bir tərəfə keçirdək. 6x, 16x-dan çıxıram 6x-i 10x, 20-ni də bu tərəfə keçirdirəm. Mənfi 3-ün üstünə 20, 17. X böyükdür 1,7-dən. Doğru cavabımız belə olur. B. Bərabərsizliyinin ən kiçik tam həllini. 1,7-dən böyük ən kiçik ədəd hansıdır? Tam ədəddən söhbət gedir. 2. Doğru cavabımız olur burada 2. Baxaq növbəti suala. Bir dəqiqə 16x 20. Sonra deyir, avtobusda 30 nəfər sərnişin var idi. Birinci dayanacaqda 7 nəfər sərnişin düşdü. 30 nəfər var idi. 7-si düşdü, 9 nəfər mindi. İkinci dayanacaqda 14 nəfər düşdü, 4 nəfər mindi. Avtobusda ikinci dayanıqdan sonra neçə nəfər sərnişin oldu? Hesablayaq. 30-dan 7 çıxıram 23, üstünə 9 gəlirəm. Deməli 23 olur da, üstünə 9 gəlirəm 32, çıxıram 14-ü 18, üstünə 4 gəlirəm 22. Deməli 22 nəfər oldu ikinci dayanacaqdan sonra. Baxaq növbəti suala. Təyinlər sistemindən x, y hasilini qiymətini istəyir. Tərəf-tərəfə toplayaq, ən rahatı. Y-lər getdi. 2x-in üstünə x gələndə 3x bərabər 9-un üstünə 12 gəlirəm 21. X də bərabərdir 7-yə. X-i tapdım, yerinə qoyuram, y-i tapıram. İkinci tənlikdə gəlin qoyaq yerinə. 7 üstəgəl y bərabərdir 12-dirsə, y olur 12-dən 7 çıxanda 5. Bizdən də x, y hasilini istəyir. Yəni 7 vur 5 istəyir. Olur doğru cavab 35. Baxaq növbəti suala. 76-da AB və CD parçaları Y nöqtəsində kəsişir, nöqtəsində yarıya bölünür. Bir dəqiqə. AB və CD Y nöqtəsi, kəsişmə nöqtəsində yarıya bölünür və BY-nin YD-yə nisbəti, AD-yə nisbəti 6/4/9-dur. ADY üçbucağının perimetrini 38 verib, CV parçasının uzanlığını istəyir. Gəlin baxaq. BY-nin nisbəti, bax, uyğun yerdə duranlara görə yazıram. 6-dırsa bu 6x-dir. Burada 7 4-dürsə uyğun yerdə duran, bura 4x-dir. Bir dənə bunu belə bütöv şəkildə çəkim, üzərində yazım. Aha, bura 6x-dir, bura 4x-dir. Sonra AD nədir? AD. Burada 9x-dir. İndi ADY üçbucağının yarı bölünüb deyir özdə. Bunlar deyir kəsişmə nöqtəsi yarına bölünüb. Onda bu 6x-dirsə, burada 6x-dir. Onda buranın perimetrini hesablaya bilərəm də. Bizə veribdir 38. 6x plus 4x plus 9x bərabərdir 38-ə. Aha, 19x bərabərdir 38-ə. X olur 2. X-i tapdıq. X-i tapdıq. X-i tapdıqsa bizə nə istəyir? CB parçasını. CB parçasını istəyir bizdən. Y nöqtəsində kəsişir və yarıya bölünür. Aha, eyni olacaq da
CB elə AD ilə eynidir. Çünki bu hissələr eynidirsə, onlar arasındakı bucaqlar eynidirsə, yəni bu üçbucağın üç tərəfi bir-biri ilə eynidir. Onda mən bu 9x-i tapsam, x-in qiyməti 2-dir də, 9-u 2-yə vursam elə burada 18 olacaq. Doğru cavabımız 18. Növbəti 77. Deyir ki, mərtəbədəki rəngli və ağ-qara çap mətbəədəki rəngli və ağ-qara çap olunan bir vərəqin çap qiyməti cədvəldə verilmişdir. Çapın növü rəngli, ağ-qara, 1-dən 150-yə qədər, 1500-ə qədər vərəq. Nə deyir? Elnur bu mətbəədə 5də 1-i ağ-qara, qalanı rəngli çap olunmaqla cəmi 4000 çap vərəq etdirdi. 5də 1-i ağ-qaradırsa, 5də 1-i ağ-qara, qalanı rəngli. 5də 4-ü rənglidir deməli. Hissədən söhbət gedir. 4000 vərəq çap etdirib. 4000-in 5də 1-i nə qədər eləyir? 800. 4000-in 5də 4-ü nə qədər eləyir? 3200. Deməli 800 ağ-qara çap elətdiribdir. Burada isə 3200 də rəngli. İndi qiymətləri ona görə hesablayırıq. Ağ-qaranın 800-ə qədər olan, 1-dən 1500-ə qədər olanı düşür də bu. Ağ-qara 0.35, yəni 35 qəpikdən hesablanır. 800-ü vururam 35 qəpiyə. Üstünə gəlirəm. İndi keçirik rəngliyə. Rəngli 1500-dən çox çıxartdırıbdır. 1500-dən çox olanda rənglini 1-dən 45 qəpiyə çıxardırlar. 3200-ü vururam 45 qəpiyə və bunları toplayıram. 800-ü vergüllər bunlarla sıfırlarla getdi. 35-i 8-ə vururam. 280. 280. Üstəgən. 280 eləyir də 44 yarda 280. Sonra bu vergüldə bunlarla getdi. 32-ni də 45-ə vururam. 11 yadda 16, 8, 12, 0, 14, 1 yadda 3, 4, bu da 1. 1440. Toplasaq 0, 2, 0, 12, 1 yadda 6, 7, bu da 1. Biz topladıq 0, 12, 1 yadda 6, 7, 1720 manat olmuş olur. Belə. 4000 vərəq çap elətdirib. Bunun 800 belə, 3200 belə. Belədir də doğru cavab. Baxaq növbəti misala. 78-də deyir ki, bir ədədin 25%, digər ədədin 50%-nə bərabərdir. Bir ədədi x götürək. X-in 25%, digər ədəddə y götürək. Y-in 50%-nə bərabərdir. Bunları biraz ixtisar eləyək. Yüzləri bir-biri ilə eləyək. 50 ilə 25, 2. X bərabər olur 2y-ə. Deyir, bu ədədlərin fərqi 60-dır. Tənliklər sistemi qurmaqla həll edin deyir. Tənliklərin biri budur, elə. O birisi də budur da, fərqi. Deməli, x çıx y 60-a bərabərdir. Yəni, tənliklər sistemi qurmuş olduq. Bax, belədir. X-in 2y-ə bərabər olduğunu tapdıq. Aşağıda x-in yerinə 2y qoyuram. Çıx y bərabərdir 60-a. 2y-dən y çıxanda y 60-dır. Y-i tapdıq 60-dır. X də olur 120. İndi bizdən nə istəyir? Bu ədədlərin cəmini istəyir. 120 üstəgəl 60. Doğru cavab 180. Baxaq növbəti suala. Elnur hər gün eyni miqdarda pul xərcləyir. Burada nə yazıb? Elnurun pulunun və xərclədiyi pulun miqdarını göstərən qrafik aşağıda verilmişdir. Elnurun pulu neçə günə bitər? Gəlin baxaq. Pulun miqdarı 150 manatdır da, belə deyək. Bunun xərclənən pul, qalan pul. Qalan pul belə gedir günlərə görə. Xərclənən pul 150 manatı Elnur
150 manatdır. 15 günə xərclənən pulu və qalan pulu bərabər olur. Neçə olursa, xərclənən pulu ilə qalan pulu bərabər olur 15 günə. Aha, buranı silək. Deməli, pulun miqdarı 150 manat pulu var. 15 günə xərclədiyi və xərclənən pulla qalan pul eyni olur. 15 günə deyək ki, x manat pul xərcləyir. 15 günə 15x pul xərcləyər. Bax, 15 günə 15x pul xərcləyər. Günə x manat pul xərcləyirsə, 15 günə 15x pul xərcləyər. Onda qalan pul nə qədər olar? Qalan pul 150 manat pulu var idi. 15x-ni xərclədi. 150 çıx 15x pulu qaldı. Elə deyil? Bu xərclənən puldur. Bu da qalan puldur. Və 15 günə xərclənən pulla qalan pul bərabər olur. Ona görə bu tənliyi qurmuş oluruq. 15x-dən 15x üstünə gələndə 30x bərabərdir 150-yə. X də bərabərdir 150-ni 30-a bölürəm 5. X 5 oldu. Elə? Günə 5 manat pul xərcləyir. Günə 5 manat pul xərcləyirsə 150 manat. Günə 5 manat xərclənirsə neçə günə bitər? 30 günə bitər. 150-ni 5-ə bölürük və tapırıq ki, 30 günə deməli bitmiş olacaq. Növbəti 80-cı sual. Bucaq A 100 dərəcədir. Bucaq B 50 dərəcədirsə, D1 D2-yə paraleldirsə, bucaq C-ni tapın. Əslində bunun düsturları var. Amma yəni düsturlar hər dəfə yada düşmür. Bunu bu şəkildə uzadıb, belə uzantılarını çəksəz, bu daha rahatdır tapmaq. Bax, bu bucaqla bu bucaq uyğun bucaqlar olduğuna görə bir-birinə bərabər olur. Uyğun bucaqlar olduğuna bir-birinə bərabər olur. Sonra bizə nə istəyir? Bucaq C-ni istəyir, elə? Aha. Belə deyək də. Bu üç bucağın, bax bu üç bucağın bu 100 dərəcə xarici bucağıdır. Biz bilirik ki, xarici bucağın xassəsi var. Üçbucağın xarici bucağı özünə qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. Yəni bu 100 dərəcə, bu 50 dərəcə ilə bu onun cəminə bərabərdir. Deməli bu 50 dərəcədirsə, bu da 50 dərəcə olmalıdır ki, deməli üçbucağın xarici bucağın xassəsi ödənsin. Bu 50 dərəcədirsə, bu da onun qonşu bucağıdır. 180-dən 50 çıxırıq, 130 olur. Onda bu 130-dursa, bu da 130 olur. Deyir, tərəfi 8 olan ABCD kvadratında S1-in S2-yə nisbəti 9-da 1 olarsa, S2-ni bizdən istəyir. Deməli, bu x olsa, bu 8 çıx x olacaq. Burada x-dir, burada x-dir, burada 8 çıx x olacaq. İndi gəl baxaq. S1-in S2-yə nisbəti. S1 nədir? Katetləri hasilinin yarısıdır da. X kvadratı böl 2 S1-dir. S2 nədir? Bu S2-nin də katetləri 8 çıx x-in kvadratı böl 2-dir. Bunun nisbətləri 9-a 1-ə bərabərdir. 2-lər gedir nisbət olanda. X kvadratının 8 çıx x-in kvadratına nisbəti bərabər olur 9-da 1-ə. Kvadratları açsaq, x-in 8 çıx x-a nisbəti bərabər olur 3-də 1-ə. Tərəf-tərəfə vursaq tənasib kimi 3x bərabərdir 8 çıx x-a, 4x bərabərdir 8-ə, x də bərabər olur 2-yə. X-i tapdıq ki, x 2-dir. Bizə nə istəyir? S2-nin sahəsini. S2-nin sahəsi nə idi? S2-nin tərəfləri nə olur indi? 8 çıx x olanda 6 bura olur, 6 bura olur. Sahə 10-da olur, 6-nın kvadratı böl 2. Yəni 36 böl 2 cavab olur 18. Belə, bütün sualların izahlarını paylaşdıq. Bu videomuzda bu qədər. Sağ olun.